Biz isə davam edək. Sizə təqdim etmək istədiyimiz digər önəmli məqam var. Azərbaycanın ən çox ixrac əməliyyat apardığı ölkələrin adları da məlum olub. Görək hansı ölkələrdən əməkdaşlığımız daha çoxdur və hansı məhsullarımız xarici ölkələrə daha çox satılır, ixrac olunur. Burada gələcək perspektivlər nədən ibarətdir, dinamikamız necədir? Bunu bir qədər müzakirə edək. Studiya qonağımız var. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdürü Nicat Hacızadə qonağımızda. Xoş gəlmisiniz Nicat bəy. Xoş gördük, hər vaxtınız xeyir olsun. İlkin olaraq başlayaq. Hansı ölkələrə ixracdan, hansı məhsullara keçməmişdən öncə bir ixrac dinamikamızdan başlayaq. Necədir? Dəyişkənlik varmı? Yəni söhbət həm artım və ya azalmadan gedir. Təbii ki, Azərbaycanın bildiyiniz kimi Azərbaycan hökumətinin qarşısına deyən əsas prioritet qeyri-neft ixracının artırılması ilə əlaqədardır. Ümumilikdə Azərbaycan hökuməti tərəfindən qəbul edilən sosial-iqtisadi inkişaf strategiyası, hansı ki 2026-cı ilə qədər olan bir zamanı təmsil edir. Burada Azərbaycanın həmin vaxtda, yəni 2026-cı ildə qeyri-neft ixracının təxminən 5 milyard, daha dəqiqsə 4,9 milyard ABŞ dolları səviyyəsinə çatması gözlənilir. Bizim ötən ilki ixrac rəqəmlərimiz də deməli müsbətdir. İlin əvvəlindən, yəni 2025-ci ilin əvvəlindən etibarən də Azərbaycanın ixrac artımları təxminən 10%-in üzərindədir. Bu, ümumilikdə qarşıya qoyulan hədəflərə doğru gedişatda gözlənilən və bizim hətta deyərdim, bəzi hallarda potensialdan yuxarı bir göstəricilərdir. Ümumilikdə ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracı 14,7% artaraq 771 milyon ABŞ dollarından daha çox olmuşdur. Bu, bizim ilk rübə uyğun bir göstəricilərimizdir. Və bu ixrac dinamikası bizim belə davam edəcəyi bir təqdirdə 2026-cı ilin sonuna istənilən hədəfə və hətta deyərdim ki, ondan da çox artmasına səbəb ola bilər. Bu, bizim qarşıya qoyduğumuz nominal ixrac statistikasıdır ki, biz Azərbaycan hökuməti buna nail olmaq istəyir. Yəni, ümumiyyətcə, neft və qazdan başqa qeyri-neft sektoru ixracımızın neçə faizini təşkil edir? Qeyri-neft qaz ixracı ilə bağlı ümumi ixracdakı payını nəzərə alsaq, təbii ki, aşağıdır. Yəni, bu ilə bağlı zaten ümumi həm iqtisadçılar, həm bu sahə ilə məşğul olan şəxslər bilirlər ki, qeyri-neft ixracı ümumi ixracımızın təxminən 10%, 11% civarındadır. Çünki ixracımızın əsas hissəsini neft məhsulları və qaz tutur. Və zaten bunun prioritet olmasının və qarşıdakı müddətdə hədəflənməsinin və bunun üzərində də Azərbaycan hökumətinin işləməsinin əsas belə deyək, hədəflərindən, prioritetlərindən biri də ondan ibarətdir ki, bizim ixracımız artsın. Burada da gördüyünüz kimi bizim mart ayı göstəricilərimizdir. Bizdə yanvar-mart ayı göstəriciləri də var. Mart ayının göstəricisi o deməkdir ki, yəni burada yanvar-mart, yəni ümumilikdə 3 ayın yox, sırf mart ayının göstəricisindən söhbət gedir ki, 31,6% artıb. Bu kifayət qədər yaxşı göstəricidir. Təbii ki, burada müəyyən nüansları da biz mövsümün nüansları da nəzərə ala bilərik ki, biz bu rəqəmlər, bu statistika mövsümdən təmizlənmiş statistika əsasında deyil, mövsümün də amilləri tərkibinə... Ən çox hansı mövsümdə daha çox artım olur? Bizdə ümumilikdə bu prosesi belə deyək ki, konkret hansısa mövsüm məsələlərini qeyd eləmək... Təsir olmur mövsümün deyirsiniz? Olur. Təbii ki, mövsümün təsiri olur. Xüsusən meyvə-tərəvəz məhsullarının təsirindən olur. Bu da əsasən Rusiya Federasiyasının ixracı daha çox özünü büruzə verir. Amma istənilən halda, yəni ixrac dinamikasında bizim məhsullarımızın tərkib hissəsində bir çox hallarda əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dəyişiklik baş verməyib. Yəni, hətta coğrafiya nöqteyi nəzərdən də baxanda, məhsul nöqteyi nəzərdən də baxanda biz görürük ki, 2023, 2020 və yaxud 2018-19-cu ildə hansı məhsullar bizim ixracımızda lider idisə və hansı ölkələr, hansı ixrac coğrafiyası lider idisə, bu gün də həmin tendensiya qorunub saxlanılır. Elə buna toxunmuşkən, hansı məhsullarımız daha çox ixrac olunur və daha çox hansı ölkələrə? Biz növbəti diaqramlı burada göstərə bilsək, mən daha detallı deyərdim. Məhsullar üzərinə? Məhsullar üzrə və ölkələr üzrə. Əsas ölkələrə toxunsaq, burada bizdə birinci yerdə Rusiya Federasiyasının payını biz qeyd edə bilərik. Rusiya Federasiyasının Azərbaycanın əsasən qeyd etdiyimiz aqrar məhsulları ixrac olunur. Aqrar məhsulları gəlmişkən qeyd edim ki, aqrar məhsullarda da bizdə artım var. Bu sırf mart ayının göstəriciləridir, yeni və qeyri-yeni məhsullar üzrə. Ölkələr üzrə qeyd etdiyim kimi Rusiya əsasən aqrar məhsullarının ixracını biz müşahidə edirik.
deyirik və bu Rusiya Federasiyası bizim qeyri-neft ixracında lider mövqedədir. Artıq uzun illərdir ki, bu proses davam edir. Çünki nəzərə alsaq ki, qeyri-neft ixracımızın tərkibində aqrar sənaye məhsullarının payı kifayət qədər çoxdur. Meyvə-tərəvəz məhsullarının, aqrar məhsullarının tərkibində isə payı daha çoxdur. Hansı kənd təsərrüfatı məhsullarımız bizdə əsasən meyvə-tərəvəz məhsullarıdır. Bunun tərkib hissəsində pomidordur, xurmadır. Bunlar əsas driverlərdir, təkanverici qüvvələrdir ki, bizim meyvə-tərəvəz və aqrar məhsullarının tərkibində pay tutur. Yeri gəlmişkən burada görsəndə Rusiya Federasiyası, gördüyünüz 232,9 milyon ABŞ dolları ixracımız həyata keçirilir. Bu da ötən illə müqayisədə daha çoxdur. Türkiyə Cumhuriyyətində, qardaş Türkiyə bizim ixracımız əsasən kimya sənayesi məhsullarıdır, plastik sənaye məhsullarıdır. O cümlədən pambıq məhsullarının biz ixracını... Ora ərzaq məhsulları, kənd təsərrüfatı məhsulları çox ixrac eləmirik. Kənd təsərrüfatı məhsullarının payı yox, bir qədər aşağıdır. Xüsusən emal edilmiş müəyyən yeyinti məhsullarının biz ixracını görə bilərik. Aqrar məhsullarla bağlı burada müəyyən nəqliyyat, coğrafi və vaxt məsələlərini nəzərə alaraq və Türkiyənin özünün də bir növ aqrar istehsalda güclü olduğu üçün bir növ bizim məhsullarımız daha çox Rusiya Federasiyasının daha rəqabət qabiliyyətli və daha alıcılıq qabiliyyətinə malikdir. Üçüncü Gürcüstandır. Gürcüstanla Türkiyəni xüsusilə vurğulaya bilərəm ki, məhsul şaxələnməsi nöqteyi nəzərdən digərlərindən fərqlənir. Məsələn, Rusiya Federasiyasına ixracda bizim əsas çağırışımız ondan ibarətdir ki, çoxlu gömrük nomenklaturaları var. Bura yeyinti və qeyri-yeyinti məhsulların payı daha çoxdur. Amma ən çox Rusiya Federasiyasında aqrar məhsullar daha çox pay tutur. Yəni, bir növ başqa sözlə desə, yeyinti məhsullarının payı daha çoxdur. Bunun əsas çağırışı odur ki, digər məhsulların az olması bir sıra hallarda, müəyyən çağırışlarda, müəyyən problemlərdə ona kompensasiya eləyə bilmir. O baxımdan meyvə-tərəvəz məhsullarının dəyişməsi, adi 1% dəyişməsi Rusiya Federasiyasına ixracı da hər hansı bir faiz dərəcəsində dəyişdirir. Amma Türkiyə ilə Gürcüstanda bir qədər mövzu fərqlidir. Şaxələnmə daha çoxdur. Yəni, məhsul gömrük nomenklaturalarına uyğun olaraq həm yeyinti, həm qeyri-yeyinti məhsullarında geniş şaxələnir. Bu şaxələnmə öz onu göstərir ki, hər hansı bir məhsulun dünya bazar qiyməti olsun, mövsümü xarakteri olsun, iqtisadi artım göstəriciləri ilə bağlı olsun, biri azalanda digəri onu kompensasiya eləyə bilir və həmin azalma ümumi bütün ixracı özü ilə bərabər aşağı çəkmir. Yəni, digər məhsulların da artımları digər azalmaları kompensasiya edə bilir. Onda daha önəmlidir bu məqam deyə bilərik. Onda Türkiyə ilə Gürcüstan üzərinə. Biz mart ayında dəyişdirdik. Gürcüstan və İsveçrəni də biz vurğulaya bilərik. Gürcüstana əsasən elektrik enerjisi və aqrar sənaye məhsullarının payını daha çox görə bilərik ki, ərzaq məhsullarımız Gürcüstan bazarında daha səmərəli şəkildə istehlak olunur. Və bundan əvvəlki yanvar-mart ayında bizim əsas 5-ci ölkəmiz Ukrayna idi. Ukraynaya bizim ixracımız bu il kifayət qədər artıb. Bu da əsasən karbamid ixracı ilə bağlıdır ki, o karbamid ixracı həm də bizim ümumi ixracımızın ikinci mövqeyində qərarlaşır. Bizə məhsulları göstərsələr, biz onu orada görə bilərik. Xahiş edəcəm, bəli, əməkdaşlarımızla bir qədər sonra digər qrafiklərimiz də göstərək, onun üzərindən də danışarıq. Sırf məhsullar nöqteyi nəzərdən məsələ yanaşanda birinci yerdə bizdə qızıldır. Qızıl ixracı artıb. Qızıl ixracı artdığını biz nədən qeyd edə bilərik? Qızıl ixracının dünya bazar qiymətləri də bildiyiniz kimi artıb. Qızıl ixracına ən çox təsir göstərən amillərdən biri odur. Yəni, burada saxlayaq, zəhmət olmasa, qızıl ixracını görürük ki, 65,2 milyon ABŞ dollarıdır. Qızıl ixracının ən çox artımının səbəbi dünya bazar qiymətləri ilə bağlıdır. Yəni, nominal olaraq qızıl ixracı avtomatik şəkildə daha ön plana çıxıb. İkinci yerdə karbamiddir. Karbamid qeyd etdiyim kimi elə bizim Ukraynanın 5-ci mövqeydə qərarlaşmasının əsas səbəblərindən biridir. Və karbamid məhsulu da özü kimya sənayesi məhsullarının tərkibindədir və qeyd edeyim ki, karbamid məhsulu digər məhsullardan əsas fərqi ondan ibarətdir ki, bizim Avropa ölkələrinə, hətta Latin Amerikası, Cənubi Amerikaya, Braziliya və yaxud digər ölkələrə qeyri-neft ixracında əsas məhsullarımızdan biri karbamiddir. Tomat, pomidor artıq biz vurğuladıq ki, bu daha çox Rusiya Federasiyasında pay tutur, yəni daha çox çəki oradadır. Digər məhsulların içərisində də meşə fındığı əsasən Rusiya Federasiyası, bir sıra hallarda biz Avropaya göndərik, xüsusən İtaliyanın payı daha çoxdur. Pambıq mahmuzu Türkiyə ixracı daha çoxdur. Hətta bildiyiniz kimi Türkiyədə bir neçə il əvvəl baş vermiş müəyyən hadisədən sonra, zəlzələ hadisəsindən sonraki hansı ki, hamımızı qəmləndirdi. O pambıq əsasən Kahramanmaraş şəhərinə gedirdi. Orada ən çox tekstil sənayesi orada inkişaf edir. O hadisədən sonra bizim pambıq ixracımızda müəyyən azalmalar baş vermişdi. Amma daha sonra pambıq ixracatçıları həm dövlət şirkəti, həm özəl sektor
bir qədər şaxələnməyə getdi. İndi biz Asiya ölkələrinə də göndəririk, hətta Türkiyədə göndəririk. Yəni məhsul keyfiyyətlərimiz beynəlxalq standartlara cavab verirmi? Bu mövzuya təbii ki, toxunmaq olar. Təbii ki, burada əgər qeyd olunan məhsullar onu göstərir ki, məhsullar deməli həm keyfiyyət və həm rəqabətli nöqteyi nəzərdən digər ölkələrin məhsullarının payında yer tutur. Bu bizim ümumilikdə əsas çağırış mövzularımızdan biridir ki, Azərbaycan məhsullarının rəqabəti qabiliyyətli və keyfiyyətliliyi. Biz belə deyək ki, o rəqabətli, qabiliyyətli və keyfiyyətli daha çox qarşı tərəfin özünün iqtisadi durumundan daha çox şey asılıdır. Yəni bir sıra hallarda biz görə bilərik ki, yalnız burada Azərbaycandan söhbət getmir. Yəni dünyanın istənilən ölkəsinin ixracında birinci yerdə olan məhsulun çox olması onun bir çox hallarda keyfiyyətli olmaq anlamına gəlmir. Onun kimin ithal etdiyi anlamına gəlir. Yəni Birləşmiş Ştatlar bir ölkədən ithal həyata keçirdə bilər və yaxud o ithalı daha çox Afrikanın aşağı gəlirli ölkəsi də həyata keçirdə bilər. Yəni aşağı gəlirli ölkələr üçün onun keyfiyyət göstəriciləri daha çox önəmli deyil, daha çox qiymət amilləri. Amma Birləşmiş Ştatlar üçün onun keyfiyyət göstəriciləri daha çox önəmlidir. Çünki ölkənin qanunvericiliyi bunu daha çox tələb kimi ortaya qoyur. Yəni hazırda biz müəyyən məhsullar üzərindən rəqabət apara bilirik deyə bilərik. Təbii ki, bu bizim məhsullarımızın rəqabət qabiliyyətliyinə əsas təsir edir. Ümumiyyətlə Azərbaycanın ixracına təsir edən amillərdən birinci, yəni bu əsas hesablamalar, qiymətləndirmələr göstərir ki, burada xarici tələbin çox böyük önəmi var. Əlbəttə. Yəni xarici tələb nədən asılıdır? Həmin ölkənin iqtisadi artımından asılıdır. Həmin ölkədə hər hansı bir iqtisadi resesiya müşahidə olunursa, bu başqa sözlə o deməkdir ki, həmin ölkədə alıcılıq qabiliyyətində müəyyən çətinlikləri var. Digər tərəfdən də həmin ölkənin sifarişlərində müəyyən çətinlikləri var. Çünki oradan sifariş edən şirkətlər yerli əhalisinin, yəni öz əhalisinin istehlak qabiliyyətinə uyğun olaraq o sifarişləri həyata keçirirlər. O istehlak azaldığı zaman sifarişlər də azalır və ümumən məsələyə götürəndə iqtisadi artım burada çox böyük rol oynayır. Yəni hesablamalar da göstərir ki, hər hansı bir ölkənin, Rusiya Federasiyasının iqtisadi artımındakı 1%lıq dəyişmə Azərbaycanın ixracına müəyyən təsirlər göstərə bilir. Yəni daha çox elastiklik daha çoxdur. Amma elə ölkələr var ki, oradakı iqtisadi artımın azalması bizim ixracımıza təsir göstərmir. O elastikliyin bir qədər zəif olması anlamına. Əlbəttə, burada yeni bazarlara çıxış imkanlarından da istəyirəm bir qədər danışıq. Elə bir planımız, hədəfimiz varmı? Başqa bir ölkələr, bu Asiya ola bilər, Afrika ola bilər, Latin Amerikası ola bilər, mümkündürmü? Təbii ki, Azərbaycanın bilirsiniz ki, daha çox bu institusional səviyyədə həyata keçirilən proseslərdir. Yəni bir xüsusilə də Çini vurğulasaq. Təbii ki, Çin Xalq Respublikası Azərbaycanın qeyri-neft ixracında artım nöqteyi nəzərdən ən çox arzulanan ölkələrdən biridir. Çünki 1 milyarddan, hətta 1,5 milyarddan yuxarı bir əhali alıcılıq qabiliyyətinə malikdir. O bazarda istənilən, yəni kiçik iqtisadiyyata malik ölkələr, onun kiçik iqtisadiyyata deməli malik ölkələrin məhsulları o bazarlarda daha çox absorpsiya olunur, daha çox həzm olunur. Hansı ki, o miqyas ondan ibarətdir ki, o miqyas Çinin tam demək olar ki, heç vaxt daxili tələbatını ödəmək gücündə olmayacaq. Yəni kiçik iqtisadiyyatların istehsal gücü Çinin, amma orada daha çox həzm olunma qabiliyyəti daha çoxdur. Bizim Azərbaycanın ixrac strategiyasında daha orta və uzun müddətli strategiyalardan biri orta və uzun müddətli bazarlara çıxmaqla bağlıdır. Orta və uzun müddətli bazarlar da özü-özlüyündə daha keyfiyyətli, daha orta və yüksək texnologiya tələb edən məhsullar tələb eləyir. Çünki biz bilirik ki, ixracımızın böyük hissəsi meyvə-tərəvəz məhsullarıdır. Və burada artıq belə bir fikir formalaşa bilər ki, meyvə-tərəvəz məhsullarından uzaq mənzilli bazarlara çıxmaq tam şəkildə mümkün deyil. Burada keyfiyyət amilləri var, yəni həmin nəqliyyat vasitəsinin gəlib çatması, onun saxlanılması, onun saxlanılmasına sərf olunan xərclərin həmin məhsulun maya dəyərinə təsir göstərməsi, ixrac etdiyimiz uzaq mənzilli ölkənin ətrafındakı ölkələrin həmin məhsul üzrə həmin bazarı daha ucuz şəkildə təmin etməsi, bu da bizim rəqabətdə uduzmağımıza səbəb olması. Yəni, bu onu göstərir ki, elə məhsullar var ki, o məhsullar uzaq mənzilli bazarlara çıxmaq üçün o nadirlik və müxtəliflik prinsipinə əməl olunmalıdır. Yəni, bəzi hallarda biz uzaq mənzilli bazarlara o məhsulları göndərə bilərik ki, o məhsulların çox az bir qismi nadir ölkələrdə ixrac olunur. Onlardan biri də Azərbaycandır. Çünki şaxələnmə yoxdur, təklif azdır, tələb çoxdur. Bu o deməkdir ki, həm məhsulun əlavə dəyər qabiliyyəti daha çox olur. Və o cümlədən əlavə dəyəri artdıqca nəqliyyat xərcləri də o əlavə dəyərin içində itdiyi üçün
bu məhsulları göndərmək daha rahat olur ki, yəni qazanc nöqteyi nəzərdən. Və məhsulun mürəkkəbliyindən çox şey asılıdır. Mürəkkəb məhsullar o məhsullardır ki, o texnoloji, yüksək mürəkkəbliyə, daha çox kompleksdir deyirlər ingilislər ki, yəni daha çox içində know-how olsun, texnologiya olsun, insan elmi biliyi olsun. Tutalım, bizim tibb sahəsində gördüyümüz müəyyən alətlər ki var, insanlar istifadə edir. O dünyada ən çox sofistikasiya olunmuş məhsullardan hesab olunur. Yəni, sofistikasiya deyərkən mürəkkəblik payı, içində texnologiya var, çip var, müxtəlif avadanlıqlar var. Orada yəni ən xırda xammal, qara metallardan tutmuş insan beyninin, yəni patentlərin, kəşflərin, elmi şəxslərin kəşflərin həmin məhsulun içərisində qədər yerləşməsi, o da həmin məhsulun artıq avtomatik qiymətini qaldırır. Təsəvvür eləyin ki, böyük həcmdə məhsul göndəririk, meyvə məhsulu. Onun qiyməti təxminən gəlir 1 milyon ABŞ dollarına çıxır. Amma adi 3 dənə avadanlığın qiyməti ki, hansı ki böyük yer tutmur, onun qiyməti gəlir 20-25 milyon ABŞ dollarına tutur. Yəni, əlavə dəyər nöqteyi nəzərdən həm burada elmin payı var, həm burada məşğulluğun payı daha çox artır, həm də məhsulun əlavə dəyər gətirmə qabiliyyəti daha yaxşı olur. Yəni, texnoloji məhsul üçün uzaq mənzilli bazar məsələsi yoxdur. O məhsul istənilən bazara getsə, öz yerini tapacaq. Bəs çətinliklər nədir? İxracatçılar üçün təbii ki, söhbət çətinlikdən gedir. Düzdür, müəyyən şərait yaradılsa da, imkanlar olsa da, güzəştlər edilsə də, xarici bazarlara çıxan vaxtda ixracatçılarımızın çətinlikləri nələr olur? Yəni, nələrlə üzləşirlər? Ümumiyyətcə, təbii ki, birinci ondan başlayaq ki, çətinliyi olmayan bir ölkə yoxdur ixrac. Yəni, dünyada bilirsiniz ki, xüsusən də son bir ay ərzində ticarət müharibələri onu gətirib çıxardır ki, bəzən obyektiv çətinliklərə subyektiv çətinliklər də əlavə olunur. Burada amma dəstək də önəmlidir. Yəni, dövlətin dəstəyi necə olur? Bizdə ümumilikdə ən çox bizim qarşıya qoyduğumuz məqsədlərdən biri və üzərində çalışdığımız məsələlərdən biri Türkiyə təcrübəsinin Azərbaycana cəlb olunması. Türkiyədə xüsusən ixracatçılara birbaşa xərcə təsir edən subsidiyalar yox, qeyri-xərc amillərinə təsir edən subsidiyaların verilməsi qarşıdakı müddətdə. Bu, Türkiyənin təcrübəsi öyrənilir. Bizdə hansısa bir subsidiya güzəşt? Təbii ki, bu artıq bunun üzərində müəyyən işlər gedir gələcək dövrlər üçün. Hal-hazırda mən bu barədə məlumat verməyim doğru olmaz, amma gələcək müddətdə təbii ki, bu ixracatçıların rəqabət qabiliyyəti üçün uzun müddətli, orta uzun müddətli planda təbii ki, var. Yəni, sosial-iqtisadi inkişaf strategiyasında əsas məqsədlərdən biri qeyri-neft ixracının artımına təsir göstərməkdir. Yəni, müsbət təsir göstərməkdir. Amma burada əsas amillərdən biri ondan ibarətdir ki, burada daha çox fokuslanan xərc amillərinə, yəni xərcin azaldılması yönümlü yox, sahibkarlara daha çox innovativ məhsullar yönümlü istehsal həyata keçirməsi istiqamətindədir. Zaten innovativ və texnoloji məhsulların və yaxud istehsal proseslərinə innovativ rəqəmsal ticarət imkanlarının verməsi. Özünün təsiri də zaten onun xərc amillərinin azaldılması və məhsuldarlığın artmasına birbaşa təsir göstərəcək. Bu da təbii ki, nə qədər məhsuldarlığı artacaqsa, bu o deməkdir ki, xərc amilləri, xərc mənşəli istehsal amilləri azalacaq. Bu da təbii ki, sahibkarlar üçün əlavə dəyərin daha çox artmasına, nəticə etibarilə mənfəətin artmasına və ən son nəticə etibarilə ümumdaxili məhsulun artmasına gətirib çıxaracaq. Bəli, qazanan həm ölkə, həm də təbii ki, ixracatçılar, vətəndaşlarımız olar deyə düşünürəm. Təşəkkür edirəm sizə, minnətdaram. Belə geniş, təfərrüatlı məlumatı bizdən bölüşdüyünüz üçün. Bir daha xatırladım, hörmətli tamaşaçılar, bizimlə həmsöhbətimiz İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdürü Nicat Hacızadə idi. Hansı ki, Azərbaycandan ən çox ixrac olunan, yəni hansı ölkələrə daha çox ixrac edirik, hansı məhsulları ixrac edirik. Ümumiyyətcə, bu ilki statistikada artım payı varmı? Daha çox hansı məhsulların üzərinə düşür? Təbii ki, əldə etdiyimiz nailiyyətlər var, onu da sadaladı Nicat bəy, ancaq çətinliklər də varmı? Bu çətinliklərin aradan qaldırılması üçün hansı addımlar atılacaq, proqnozlaşdırılır? Bunu bir qədər müzakirə etməyə çalışdıq bir neçə dəqiqə ərzində.